Gelmişik Hərəkilə. Hərəkildə çörək salırıq. Qurumuş ağaçlardan yığıb çörək pişirir uşaqlar. Biz də dolanırıq. Bax, bu gördüyünüz betonlar bizim internat məktəbinin hasarı olub. Bunu söküb ermənilər gətirib burada tikiblər. Bilməllər ki, gülmə qonşuna gələr başına, atalar sözü burada yerin tapır. Bir çox evlərdə Cəbrailin izləri var. Evləri söküb gətirib özləri üçün ev tikiblər. Bir sözlə rayonumuzu təmiz viranə günə qoyublar. İndi də növbə bunlarınkidir. Bir vaxtlar burada ermənilər yaşayırdı. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah ordumuzu, ali başkomandanımızı qorusun. Allah millətimizi, xalqımızı qorusun. İgid oğlanların hesabına erməni kəndləri belə viranə qalıb, özlərində iti qovan kimi qovublar. Şükür yaradana ki, gəldik bu gözəl günlərə çıxdıq. Hər tərəfə baxırsan elə bil yaz ağzıdır. Biz qızıl payız deyirik. Türk qardaşlar isə sonbahar deyirlər. Bu görünüş ilk baharı xatırladır, bu yaşıllıq. Ama bizim qızıl payız dediğimiz payızın yavaş yavaş qızıllanan vaxtıdır. Bu il quraqlıq oldu deyə çox ağaçlar qurudu. Allah özü rəhm eləsin. Bu yerdə qalan bitkilərin qurumaması üçün Allah özü elimizin, yurdumuzun köməyi olsun. Buralar çiçəklənsin, gözəlləşsin. Videonu çəkdi Cəbrail rayon təşkilatının mədəniyyət işləri üzrə sədr mavini İldirim Fərhadoğlu. Allah'a emanet olun. Hoş günler bizim olsun. Allah her birimizin canı sağ eylesin. Bir daha bu günleri bize yaşadan şehitlerimize Allah'tan rahmet dileyirəm. Mekanları cennet olsun. Şehit yakınlarına, doğmalarına Allah can sağlığı versin, uzun ömür versin. Hoş günler kısmet eylesin. Böylelikle Allah'a emanet olun. Allah'a emanet olun, sağ olun, var olun.